Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə bir mənzil təqdim edirəm. Mənzil yerləşir İnşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə, bax görürsünüz. Şərifzadə küçəsidir orada. Tam ətraflı da çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edəcəm. Hal-hazırda gördüyünüz bura mənzilin qonaq otağıdır. Onu da bildirim ki, mənzil tam əşyalı olaraq satılır. Bura mənzilin koridorudur, yəni hol hissəsidir. Böyükdür. Burada bir sanitar qovşaq və hamamı var. Başqa bir sanitar qovşağı da mövcuddur. İndi isə keçib yataq otağını siz dəyərli izləyicilərimizə təqdim edim. Ondan öncə koridorun bu birisi başında da bir sanitar qovşaq var. Onu da təqdim edirəm. Bura isə mənzilin yataq otağıdır. Bu mənzil ümumilikdə 75 kvadratdır. Kupsasında 68 kvadrat qeyd olunubdur. Yenə də bildirirəm, mənzil yerləşir 17 mərtəbəli yeni tikili binanın 5-ci mərtəbəsində. Gördüyünüz kimi bax yaxınlıqda McDonald's-dır. Yenə də buradan görünmür, amma digər kadrlarda sizə təqdim edəcəyəm. Bir də onu bildirim ki, əvvəldə də dedim, mənzil tam əşyalı olaraq satılır. Bura isə mənzilin mətbəx hissəsidir. Geniş balkonu mövcuddur, balkon bağlıdır. Mənzilin isitmə sistemi kombidir. Sənəd kupçadır, ipotekaya yararlıdır. Real alıcı olsa buyurub direktə və yaxud nömrələrimizə zəng edə bilər. Qonaq otağındasınız və bildirim ki, digər kadrları sizə təqdim edəcəyəm. Bura mənzilin hol hissəsidir. Bura qonaq otağıdır. Mənzil tam təmirlidir. Bax, indi çəkib sizə göstərirəm, bayaqdan görünmür kadrlarda. Bura gördüyünüz kimi Şərifzadə küçəsidir. McDonald's-un yaxınlığıdır. İnşaatçılar metrosuna piyada 3-5 dəqiqəlik məsafədə yerləşir. Keçək digər otaqları təqdim edim. Ondan öncə bax, koridorun bu başında sanitar qovşaq hamamı yerləşir. Damafonu mövcuddur. Bura mətbəxdir. İlk öncə bildirdim ki, mənzil bütün əşyaları ilə birlikdə satılır. İndi də göstərirəm ki, tam ətraflı görəsiniz. Qazı suyu işi və daimidir, isitmə sistemi kombidir. Buradan da görünür. Yəni bütün pəncərələr Şərifzadə küçəsinə baxır. Keçid alıb yataq otağını təqdim edim. Ondan öncə burada da bir sanitar qovşaq var. Buradır. İndi isə keçid alıb yataq otağını təqdim edim sizə. Burada mənzilin yataq otağıdır. Bu yataq otağından da Şərifzadə küçəsinə baxışı mövcuddur. Gördüyünüz kimi. Mənzil bir daha xatırladıram, yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində İnşaatçılar metrosuna piyada 5 dəqiqəlik məsafədə yeni tikili 17 mərtəbəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 75 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli, isitmə sistemi kombi olan bir mənzildir. Real alıcılar buyurub direktdə yazsın. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.